Xəbər verdiyimiz kimi bir neçə gündür Ermənistan ordusu təmas xəttində atəşkəsi pozur. Atəşkəsin pozulmasının fonunda erməni hərbiçilərin təhrik edici və ya intizamsız davranışları da diqqət çəkir. Belə ki, bir neçə gün əvvəl erməni hərbiçinin ordumuza məxsus posta doğru daş ataraq təhqiramiz hərəkətlər etməsindən sonra bu dəfə onlar üzərinə söyüş yazılmış kağızı pişiyə yapışdıraraq postumuza göndəriblər. Aydın məsələdir ki, Azərbaycan videodakı bu hərbiçini asanlıqla neytrallaşdıra bilərdi, amma təmkinli reaksiya verdi. Baş verənlərin Ermənistan ordusunda nizam-intizam məsələsi yoxsa Azərbaycanı təxribata çəkmək cəhdi olması hələ aydın deyil. Bununla belə Ermənistan öz əskərlərinin nizam-intizamına diqqət etməli, bu cür təxribatçıları cəzalandırmalıdır. Əks halda bu cəzanı Azərbaycan özü təmin edəcək. O da məlumdur ki, erməni hərbiçilərin sərhəd zonasında nizamnaməyə zidd davranması Azərbaycan əskərlərinə qarşı təxribat xarakterli addımları Avropa İttifaqı missiyasının gözləri önündə baş verir və Ermənistan tərəfi bu varlığı öz manipulativ məqsədləri üçün istifadə edir.